Balakəndə rayon mərkəzinə cəmi 8 dəqiqəlik məsafədə yerləşən Hənifə kəndinə gəlib çıxmışıq və bugün sizə həm yerləşməsi, həm həyəti, həm də quruluşu ilə diqqət çəkən 2 mərtəbəli bir evi təqdim edəcəyəm. Açığı, həyətə daxil olan kimi insanın diqqətini çəkən ilk şey buradakı sakitlik olur. Bir tərəfdə güllər, bir tərəfdə ağaclar, elə bil adam özünü lap şəhərin səs-küyündən tam uzaq başqa bir mühitdə hiss edir. Ev ümumilikdə 10 sot torpaq sahəsinin içərisində yerləşir və həyəti çox səliqəli saxlanılıb. Burada həm ailə ilə rahat vaxt keçirmək, həm də yay günlərindən dincəlmək üçün çox gözəl şərait var. İlk baxışdan hiss olunur ki, bu ev sadəcə tikilmək üçün tikilməyib. Hər detalına bir rahatlıq düşünülüb. Hazırda evin qarşısındayıq və məncə videodan da hiss olunur ki, yerləşdiyi ərazi həm sakitdir, həm də şəhərə yaxınlığı ilə çox əlverişlidir. İndi isə yavaş-yavaş içəri daxil oluruq. Alt mərtəbəyə keçən kimi bizi bir geniş zal qarşılayır. Məncə evin ən maraqlı hissələrindən biri isə məhz buradır. Yay aylarında ailə ilə oturmaq, qonaq qarşılamaq üçün çox rahat bir mühit yaradılıb. Alt mərtəbədə əlavə köməkçi otaqlar da mövcuddur ki, bu da gündəlik istifadə üçün böyük rahatlıq yaradır. Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm. Evin həm alt mərtəbəsində, həm də üst mərtəbəsində ayrıca mətbəx yerləşir. Eyni zamanda hamam və ayaqyolu da hər iki mərtəbədə ayrıca yerləşdirib. Bu isə böyük ailələr üçün çox rahat planlamadır. Kommunal xətlər də daimidir. Qaz, su, işıq həmişə aktiv və işləv vəziyyətdədir. Və məncə evin ən əsas üstünlüklərindən biri də onun möhkəm tikilməsidir. Ev sütun üzərində inşa olunub və bu da onun uzun ömürlü və sağlam tikili olduğunu göstərir. İndi isə qalxırıq üst mərtəbəyə. Burada otaqlar daha işıqlı və daha geniş atmosfer yaradır. Evdə müəyyən əşyalar da qalacaq və yeni sahibi üçün əlavə rahatlıq olacaq. Məncə belə bir ev həm sakit həyat istəyənlər, həm də şəhərdən çox uzaqlaşmadan rahat yaşamaq istəyənlər üçün çox yaxşı seçimdir. Üstəlik həyətin geniş olması gələcəkdə əlavə istifadə imkanları da yaradır. Ən yaxşısı isə gəlib evi yerində görməkdir. Çünki bəzi evlər vardır ki, gəlib yerində canlı baxdıqda adamın daha çox xoşuna gəlir. Əgər evdə maraqlanırsınızsa, aşağıdakı əlaqə nömrəsi əlaqə saxlayıb yerində baxış həyata keçirə bilərsiniz. İndi isə gəldik ən əsas məsələyə. Evin qiyməti 88 min AZN təklif olunur. Real formada yanaşdıqda əgər fikriniz ciddirsə, qiymət barəsində mütləq endirim olacaq. Və əgər təqdimat xoşunuza gəldisə, videonu bəyənməyi, şərh yazmağı və kanala abunə olmağı unutmayın. Əlavə olaraq, sizin də satmaq istədiyiniz ev, torpaq və ya obyekt varsa, onu daha peşəkar və diqqət çəkən təqdimatla insanlara çatdırmaq üçün bizə müraciət edə bilərsiniz.